gün Geologiya və Geofizika İnstitutunda Azərbaycan Milli Elmlər Akademiyasının 80 ilinə həsr olunmuş yubiley iclası keçirilir. Tədbiri giriş sözü ilə institutun rəhbəri akademik Akif Əlizadə açıq elan edib. O çıxışında Azərbaycan Milli Elmlər Akademiyasının ölkənin elmi inkişafında oynadığı önəmli roldan danışıb. Elm ocağının keçdiyi tarixi yola nəzər salıb. Daha sonra akademik Akif Əlizadə müasir dövrdə elmi nailiyyətlərə süni intellektin təsirindən bəhs edib. Bildirib ki, süni intellekt təkcə texnologiya sahəsində deyil, bütün elmi istiqamətlərdə çevik dəyişikliklərə səbəb olmaq potensialına malikdir. O qeyd edib ki, bu texnologiyanın düzgün tətbiqi elmi araşdırmaların səmərəliliyini artırmaqla yanaşı, yeni innovativ metodların yaranmasına da təkan verir. Akademiyamızın çox böyük, möhtəşəm yubileyinə, yəni 80 illiyinə həsr olunub. Siz bilirsiniz ki, Azərbaycan Milli Elmlər Akademiyası 1945-ci ildə təsis olunubdur və o vaxtdan indiyənə qədər Azərbaycan elminin inkişafına xidmət göstərir və göstərir də. Hörmətli cənab prezidentimiz İlham Əliyev bu barədə də öz sərəncamını ilin əvvəlində imza atmış idi və biz o sərəncamada əsasən bu yubiley görüşünü keçirtdik. Mən hesab edirəm ki, bu günlər Azərbaycan elmində yenə də biz Azərbaycanın elm yubileyini qeyd edərək Azərbaycanın gələcəyinə baxmalıyıq. Hesab edirəm ki, Azərbaycanın elmi bu gün elmlə təhsil vəhdətində yaranaraq inkişaf etməlidir. Və bu vəhdət gələcəkdə böyük bir impuls yaradıb Azərbaycan elmini bir daha yüksəkliyə qaldıra bilər. Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü akademik Rafiq Əliyev isə elmin cəmiyyət üçün önəmindən danışıb. O vurğulayıb ki, elmsiz gələcək mümkün deyil. Akademik qeyd edib ki, süni intellekt bu gün bütün elmi istiqamətlərin təməlində dayanır. Bununla belə, süni intellekt nə qədər inkişaf etsə də, heç bir zaman elm adamını tam şəkildə əvəz edə bilməz. Çünki elmi ideya, yaradıcılıq və intellektual düşüncə insan faktoruna əsaslanır deyə bildirib. Daha sonra akademik Dilqəm Tağıyev söz alaraq gələcəyin kimyası və bu sahədə gözlənilən elmi yeniliklər haqqında fikirlərini bölüşüb. O, yeni materiallar, yaşıl texnologiyalar və enerji səmərəliliyi sahəsində aparılan tədqiqatların önəmindən danışıb. Tədbirin növbəti çıxışçısı akademik Urxan Ələkbərov olub. O, davamlı inkişaf, ekoloji sivilizasiya və idarə etmədə yeni tendensiyalarla bağlı geniş məruzə ilə çıxış edib. Akademik bildirib ki, bu istiqamətlər gələcək cəmiyyətlərin formalaşmasında əsas rol oynayacaq və elmi yanaşmalar idarəçilik mədəniyyətinə yeni nəfəs verəcək. Sonda geologiyada və geofizikada fənlərarası tədqiqatlar elmin gələcəyidir mövzusunda 4-cü Ümumrespublika Tələbə Olimpiyadasının qalibləri mükafatlandırılıb. Sara Nəsirova, Oqtay Rəhimağoğlu, TV1.